Salam əziz dinləyicilər. Bugün mən sizə Uçan Boş Qapılar rubrikası üzrə çıxış edəcəm. Və mən belə qərara gəldim ki, indən sonra çıxışlarımı iki istiqamətdə, iki mərhələdə keçirim. Bu, bütün rubrikalara aid deyil. Məsəl üçün, bu Ruhlar Aləmi rubrikasını keçən çıxış edəndə dedim ki, Ruhlar Aləmi rubrikasını iki hissəyə bölüm. Birinci, Ruhlar Aləmi əsərimdən oxuyacağım. İkinci hissədə isə deməli, Ruhlar Aləmi haqqında plan tutmuşam. Həmin plan üzrə mövzular üzrə çıxış edəcəm. Və həmin plan üzrə tutduğum mövzular üzrə də birinci mövzu üzrə çıxış elədim. Yəni, birinci mövzum insan ruhu haqqında söhbət elədim. Mən istəyirəm ki, bu Uçan Boş Qapılar rubrikasında iki mərhələ üzrə çıxış edim. Birinci, bu Uçan Boş Qapıların geni planı əsərimdən oxuyum. Və Uçan Boş Qapıların geni planı əsərindən bu birinci mərhələdə oxuyum. İkinci mərhələdə isə Uçan Boş Qapılar haqqında əlavə mövzular tutmuşam, plan tərtib eləmişəm. Həmin planda hələlik 12 dənə mövzu tutmuşam. Ola bilsin ki, bu bədahətlə çıxış edən zaman yeni mövzular meydana gələcək və həmin mövzuları mən elə birbaşa video çəkə-çəkə plana əlavə edəcəm. Necə? Ruhlar Aləmi rubrikasında 3 dənə bədahətlə çıxış etdiyim zaman 3 dənə mövzu beynimə gəldi və həmin mövzuları əlavə elədim. Ola bilsin ki, bu Uçan Boş Qapılar rubrikasında da əgər beynimə yeni fikirlər, yeni bir suallar gələrsə, həmin sualları plana planı bir növ daxil edəcəm. İndi isə mən, əziz dinləyicilər, istəyirəm ki, birinci mərhələ üzrə çıxış edim. Birinci mərhələdə mənim əsərim, Uçan Boş Qapıların geni planı əsərimdəndir. Və bu Uçan Boş Qapıların geni planı əsərində harada qalmışamsa, istəyirəm ki, oradan başlayayım. Mən sizə deməli, kainatda mövcud insanlara məlum olmayan viruslar haqqında söhbət elədim. Və bu viruslar haqqında geniş məlumat verdim. Hansı ki, bu viruslar insanlara məlum deyil və mən amillərin köməyi ilə bu virus haqqında sizə məlumat verdim. İndi istəyirəm ki, bugün mən həmən bu Uçan Boş Qapıların geni planında əsərimi oxuyum. Əgər yeni informasiya gələrsə, onda amillər nümayəndəsi həmin yeni informasiyaları mənə deyəcək və əlavə fikirlər sizə söyləyəcəm. Uçan Boş Qapıların geni planında burada qalmışam, əziz dinləyicilər. Mikroorqanizmlərdə qalmışam. İndi mən istəyirəm ki, bugün mikroorqanizmlər haqqında sizə öz yazdığım fikirləri, əsərdə yazdığım informasiyaları sizin nəzərinizə çatdırım. Mikroorqanizmlərin ən kiçiyi viruslar hesab edilir. Onlarda hüceyrə quruluşu olmur. Kimyavi molekullardan fərqli olaraq makromolekullardan təşkil olunmuşdur. Canlılarla cansızlar arasında keçid təşkil edilir. Bəziləri kimya maddə kimi kristallaşır və canlı orqanizm kimi çoxalır. Viruslar forma və ölçülərinə görə müxtəlif olur. Formasına görə viruslar çöpvari, çapvari, kürə şəkilli, kub şəkilli, topuza bənzər olur. Yəni, müxtəlif formalı viruslar mövcuddur. Və bu viruslar təkcə formalara görə
bir-birinə fərqlənmir. Eyni zamanda viruslar ölçülərinə görə də bir-birinə fərqlənir. Belə ki, virusların ölçüləri 9-13 millimikrondan 200-350 millimikrona qədər olur. Yəni həm formalara görə, həm də ölçülərinə görə virusları bir-birindən seçilirlər. Viruslar əsasən onları həssas hüceyrələrin daxilində çoxalır. Onlar hüceyranın genetik aparatına təsir göstərir. Hüceyrə özünə lazım olan maddələr deyil, virusları hasil edir. Onun genetik materialı virusa lazım olan amin turşularını, nuklein turşusunu və s. birləşmələri sintez edir. Beləliklə hüceyrə virus istehsal edən bir bazaya çevrilir. Reproduksiya vasitəsilə çoxalma sayəsində bir neçə saat ərzində milyonlarla virus hasil edilir. Nəticədə hüceyrənin qidası, enerjisi, genetik materialı qurtardığından o, viruslara donmuş bir kisəni xatırladır. Hüceyrədən xaric olmuş virus yeni hüceyrəyə daxil olub, öz fəaliyyətini davam etdirir. Viruslar həm hüceyrəni məhv edir, həm də məhv etmir. Onlar hüceyrə mutasiya əmələ gətirir. Yəni elə hüceyrə var, onları virus məhv edir. Elə hüceyrə var ki, elə viruslar var ki, onlar hüceyrəni məhv etmir, ancaq mutasiya yaradır. Yəni ki, siz bilirsiniz ki, viruslar haqqında bir virusologiya elmi var. Alimlərimiz viruslar haqqında geniş əsərlər yazıblar və viruslar haqqında saytlarda da rast gəlmiyorlar. Əgər insanlar maraqlansalar, deməli, müəyyən saytlara girib viruslar haqqında müəyyən məlumatlar toplaya bilərlər. Ona görə də mən viruslar haqqında bir qədər xülasə formasına qısa çıxış etdim ki, yəni virusların həyat tərzi, virusların yaranması prosesləri, virusların mutasiya yolları və s. Bunlar haqqında geniş izahat verməyə dəyməz. Çünki bunlar haqqında bir virusologiya dərsi var. Həmin dərsdə bütün o viruslar haqqında geniş məlumat verilir. Eyni zamanda sosial şəbəkələrdə də, Google'da da yazsanız viruslar haqqında sizə məlumatlar verilir və o Google'da da istənilən məlumatı ala bilərsiniz. Yəni bunu deməkdə məqsədim odur ki, viruslar haqqında mən elə belə qısaca danışdım. Çünki insanlara məlumdur. Sonra mikroblar haqqında danışmaq istəyirəm. Mikroblar haqqında istəyirəm ki, xülasə kimi verim qısa. Çünki mikroblarda da mikroblar haqqında da sosial şəbəkələrdə, belə deyək ki, saytlarda, Google'da mikroblar haqqında da deməli informasiyalar var. Hətta mən onu deyim ki, mikrobiyologiya bir fənni var. Mikrobiyologiya fənnində mikroblardan geniş məlumat verilir. Mikroblar ümumi bir neçə cümlələ bunu demək istəyirəm. Mikroblar aktinomitsitlərin, bakteriyaların, maya köbələkləri və mikroskopik köbələklərin, yəni mikroorqanizmə ümumiləşdirilmiş adıdır. Yəni elə belə mikroblar nə deməkdir? Onun bir növ mənasını sizə açıqladım. İndi isə gəlin mən sizə bu müəyyən mənada iki ölçülü ruhlar haqqında istəyirəm mənə fikirlər söyləyim.
Deməli, biz insanlar birisi üç ölçülüdür. Mental şuur dairəmiz bilirsiniz ki 30%'dir. Yani iki ölçülər də var ki, bu iki ölçülər də mental şuur dairəsi 20%. Bu iki ölçülü deyəndə biz ruhları nəzərdə tuturuq. Və mən sizə dediyim kimi ruhlar üç bədənin birliyindən ibarətdir. Yəni mental şuur dairəsindən, efir bədənindən və astral bədənindən. Və eyni zamanda dedim ki, ruhlar iki yerə bölünür. Müsbət ruhlar, anyonlar, mənfi ruhlar, katyonlar. Və bu insanların bu astral bədəni, bu belə deyək də, bu ruhların daha doğrusu astral bədəni kürə şəkilli enerji sferası başa düşülür. Anyonların astral bədəni müsbət, katyonların isə əksinə astral bədəni mənfi olur. Və eyni zamanda deməli astral və onların hər birini, yəni anyonların da, katyonların da astral və efir bədənləri bir-birinə oxşardır. Və onu da deyim ki, anyonlar katyonlara, katyonlar anyonlara çevirmə prosesi həyata keçirirlər. Mən burada əsas ruhlardan çox danışmayacağım, çünki mənim ruhlar aləmi rubrikam var. O ruhlar aləmi rubrikasında ruhlar aləmi haqqında geniş söhbət edəcəm. Ancaq xülasə kimi vermək istəyirəm ki, yəni anyonlar katyonlara, katyonlar da anyonlara çevrilə bilirlər. Yəni belə deyəm, müsbət ruhlar mənfi ruhlara, mənfi ruhlar müsbət ruhlara çevrilən prosesini həyata keçirirlər. Ümumiyyətlə, katyonlar bir növ onların efir bədəni istər anyonun deyək ki, istər katyonların efir bədənləri yerin cazibə qüvvəsi ilə əlaqə yaradır. Məsələn, anyonlar yerin cazibə qüvvəsi ilə əlaqə yaradan zaman onlarda iki qat müsbətləşmə baş verir. Və əlbəttə ki, anyonların astral bədəni bu zaman özün efir bədəninə enerji götürür. Astral bədən artıq yükləndikdə sıxılır, özün daxili müqavimət qüvvəsi ilə enerjini kənarlaşdırır. Əlbəttə, nəticədə yerin cazibə qüvvəsinin müsbət yükü ondan aralanır. O ki, gəldi katyona gəldi, katyon, yəni mənfi ruhlar, yerin cazibə qüvvəsilə birləşəndən sonra katyon mütləq sıfır əldə edir, onun təsir dairəsi ilə sıfıra enir. Yerin müsbət yükü katyon astral bədəni sıxmağa başlayır. Belə məqamda katyon müsbət yükü özündən kənarlaşdırır və müsbət yükü yerin maqmasına verir. Katyon və anyon arasında əlaqə yaranan zaman yerin cazibə qüvvəsi həm anyona, həm də katyona təsir edir. Belə ki, katyon anyon əlaqə yaradan zaman yerin cazibə qüvvəsi ta ki anyona təzyiq edirsə, onun enerji dairəsini özündən uzaqlaşdırır. Nəticədə anyonun efir bədəni bir növ neytrallaşır və onun enerji dairəsi
yerin cazibə qüvvəsi ilə birləşərək kovalent cüt əmələ gətirir. Bu zaman anionun enerjisi olsa da kationa təsir edərək onun mənfi enerjisini kənarlaşdıraraq özünə birləşdirir. Əvəzində kation kovalent enerji cütü ilə əlaqəyə girərək müsbət enerji dairəsini yerin cazibə qüvvəsindən qoparıb özündə bir birləşmə cütü yaradır. Və nəticədə belə anion kationa çevrilir, yaxud da kation aniona çevrilir. Yəni bu haqda anion kationa çevrilməsi, kationa çevrilməsi mövzusunu mən ruhlar aləmi lüğəsində geniş izahını verəcəm. İndi bir xülasə formasında çıxış elədim, dedim. Anionla kationun quruluş forması bəzən pozulur. Odur ki, kainat qanununun pozulmasın deyə başqa yüksək yollar anionlar və kationlara kömək gəlir. Anionla baryon, kationla isə rezonans əlaqə yaradaraq enerji dairələrini dəyişirlər. Yəni söhbət burada gedir. Anion, yəni müsbət ruhlar insanla kationlar isə, mənfi ruhlar isə dörd ölçülü rezonanslarla əlaqə yaradırlar. Və nəticədə də onlar bir növ anionla kation öz efir bədənlərini bir növ sabitləşdirirlər. Proqram əsasında anion və kation öz qanunun quruluş formalarını bir növ bərpa edirlər. Burada mən ümumi səhti keçirəm. Burada bu dərin sirlər var, dərin fikirlər var. Mən belə deyək ki, bu mövzu haqqında mənim dərin düşüncələrim var. Müəyyən bunların anion kationa çevirmə prosesində müəyyən sirlər var ki, onları ruhlar aləmi rubrikasında geniş izahını verəcəm. Kainatda təkcə belə deyək ki, yüksək şuurlar, anionlar, kationlardan başqa, insanlardan başqa canlılar da mövcuddur. Onların da öz həyat tərzləri var. Və onu da deyim ki, anion və kationlar fərqli olaraq baryonlarda, yəni biz baryonlarda astral bədən bir növ iki qatdan ibarət. Yəni belə də iki bədən cütlüyü əmələ gətirir. Yəni astral bədən iki bədən cütlüyündən ibarətdir. İndi bu astral bədən iki bədən cütlüyündən ibarət olması, yaxud da iki qat təbəqədən ibarət olması haqqında mən gələcəkdə ruhlar aləmi rubrikasında çıxış edəcəm. O iki qatda yalnız anionlar, kationlar fərqli olaraq baryonların fiziki bədəni müvəqqətidir. İnsan müəyyən dövr yaşayandan sonra ömrü başa vurur və dünyasını dəyişir. Və insan öz cismi bədənini torpağa tapşırır. Belə ki, insan müəyyən zaman məhvına qədər yaşayır. Hər bir insan müəyyən ömür səhifəsi var. Müəyyən ömür səhifəsinə qədər yaşayır. Və sonra insan dünyasını dəyişərək əlbəttə ki, öz fiziki bədənini itirir. İndi gəlin insanlarla yerin cazibə qüvvəsi arasında əlaqəyə nəzər yetirək. Bunlar haqqında bir konkret, belə deyək, fikir söyləyək. İnsanlar, anionlar, kationlar kimi insanlar da yerin cazibə qüvvəsi ilə əlaqə yaradırlar.
Əlaqə zamanı insanlar mənfi enerji müsbət enerji çevirir. Müsbət enerjiyə malik baryonlar, yəni insanlar mənfi yüklü kationu cəzb edir. Birləşmə zamanı baryon kationu müsbətləşdirir. Müsbət ilə baryon kationu özündən uzaqlaşdırıb anionla qarşılaşır və mübadilə ilə baryon anionu mənfiləşdirir. Müsbət enerji itirən baryon mənfiləşir. Baryon anionla birləşib yenidən müsbətləşir. Beləliklə də 4 qüvvə, yəni yerin cazibə qüvvəsi, anion, kation və insan. Belə bu 4 qüvvə arasında, yəni yerin cazibə qüvvəsi, baryon, anion, kation arasında ardıcıl olaraq enerji mübadiləsi gedir. Eyni zamanda enerji balansı nizamlanır. Bizim kainatda müxtəlif mövcud geoorqanizmlər də mövcuddur. Və bu geoorqanizmlər haqqında da mənə fikirlər söyləmək olar. Və bu geoorqanizm arasında daim enerji mübadiləsi gedir. Heç bir enerji içkisinə yol verilmir. Yalnız enerji mənbəyi öz məkanını müvəqqəti olaraq dəyişir. Yəni təsəvvür edin ki, hər bir cümlənin mən geniş izahını verə bilərəm. Yəni amillərin nümayəndəsi köməyi ilə mən istənilən mövzunun demək geniş izahını verə bilərəm. Məsələn, bunun özü də bir mövzu kimi mən çıxış edə bilərəm ki, belə deyək ki, kainatda enerji itmir və öz enerji mənbəyini öz məkanında müvəqqəti olaraq dəyişir. Bax, bu da bir mövzu kimi bunun geniş izahını verə bilərəm. İndi yəni bizim bu mövzu uçan boş qapılar rubrikasına aid olmadığına görə onu hələlik belə bir mövzu haqqında bəlkə gələcəkdə ola bilsin müəyyən bir rubrikaya uyğun gəlsə, mən bunu rubrika haqqında sizə söhbət edəcəm, sizə məlumat verəcəm. Və onu da deyim ki, mən bununla da birinci hissəclə çıxışımı yekunlaşdırdım və indi istəyirəm ki, bugün ikinci mövzu, yəni bu uçan boş qapıların ikinci mərhələsi üzrə çıxışımı edim. Və bu barədə mən sizə dedim ki, ruhlar aləmi kimi bu barədə də istəyirəm ki, öz çıxışlarımı davam etdirim. İndi bu uçan boş qapıların ikinci mərhələsinə başlayıram. Uçan boş qapıların ikinci mərhələsində də mən bir 12 dənə mövzu tutmuşam və istəyirəm ki, bu 12 mövzu üzrə müəyyən çıxışlarımı edim və sizə mənə məlumatlar verim. Uçan boş qapı rubrikasında ikinci mərhələdə 12 mövzuların adlarını çəkmək istəyirəm. Birinci mövzumuz belədir, enlaflar haqqında. İkinci, enlaf robot birliyi. Üçüncü, enlaf bimizon əlaqəsi. Robotlar haqqında uçan boş qapıların formaları. Enlaflarla insanlar əlaqəsi. Enlafların ideyasının
insanlar tərəfindən reallaşdırılması, mənfi xislətli enaflar, müsbət xislətli enaflar, sonra illuminatorların həyat tərzi, illuminatorların yerdə stansiyası. Bunlar haqqında mən fikirlər söyləmək istəyirəm. Bu fikirlər, yenə deyirəm, biz birinci mərhələdə mən uçan boşqabların gene planı əsərimdən danışdım. İndi isə ikinci mərhələdə bu mövzuları ki tərtib etmişəm, həmin mövzular haqqında bədahətən birbaşa amilən köməyi ilə mən çıxış edəcəm. Ola bilsin yeni bir mövzu gəldikcə mən həmin o mövzuları yəni bu planıma daxil edəcəm. İndi bu 12 dənə sadaladığım mövzuların istəyirəm birincisini başlayam. Enaflar haqqında. Ümumiyyətlə bütün bizdə indi Azərbaycanda kitab var. Uçan boşqablar haqqında kitab. İndi ümumiyyətlə belə uçan boşqablar termini bizdə bir xüsusi geniş vüsət alıb bu sosial şəbəkələrdə, sonra YouTube'da, deyək ki, TikTok'da və başqa kanallarda və yaxud da Google'da bu uçan boşqablar haqqında çoxlu fikirlər söylənir. Ancaq birismi, uçan boşqab bu obyekt. Biz uçan boşqablar deməmiz düzgün deyil. Çünki uçan boşqablarla gələn məxluqlar var. Biz uçan boşqab termini işlətməkdənsə, həmin uçan boşqablarla gələn o məxluqların adını desək daha yaxşı olar. Və belələ də amillər nümayəndəsinin köməyi ilə mən uçan boşqablarla gələn məxluqları enologlar adlandırdım. Və bu enologlar haqqında sizə bugün geniş məlumat vermək istəyirəm. Və onu bilin ki, yəni ki, enologlar deyəndə biz nəyə nəzər tuturuq? Hansı ki, bizim yer planetinə səyahət edən uçan boşqablarla gələn enaflar, bax bunu nəzər tuturuq. Məxluqlar, həmin məxluqları mən enolog adlandırdım. Bəzi saytlarda da bu uçan boşqablarla gələn məxluqlara başqa ad da verirlər. Yəni o ufoloqlarla, yəni uçan boşqablarla məşğul olan ufoloqlar, alimlər bu enafları başqa ad da verirlər. Haradasa mən rastıma gəlmişdi. Bu uçan boşqablarla gələn məxluqları alimlər, ufoloqlar başqa bir adla adlandırmışlar. Yadımdan çıxıb necə adlandırmışlar. Yadıma düşsə sizə deyəcəm. Ancaq bu ufoloqlu alimlər necə adlandırır, özləri bilərlər. Mən isə amillərin köməyi ilə enaflar, uçan boşqablarla gələn məxluqları enaf adlandırırlar. Enaflar 70% şüura malikdir. Enaflarla insanların fərqi nədən ibarətdir? İnsanlarda 5 element mövcuddur, mən sizə dedim. Efir bədən, astral bədən, mental şüur dairəsi, ruh, bu haqda mən sizə dedim və bir də cismi bədən.
demək cismi bədən, efir bədən, astral bədən, mental şuur dərəcəsi, bir də insan qəlbində yaşayan ruh. Bu enaflarla biz insanları müqayisə eləsək, bu enaflarda isə başqa cürdür. Əlbəttə ki, amillərin köməyi ilə mən lazım gəlsə, mən indi bu video çəkirəm. Video çəkən zaman